Salam cəmaət. Mənim adım Cəlalədir. Mən çoxdandır videolar çəkirəm, amma bir türlü YouTube-a yükləyə bilmirəm. Çünki kontentlərim biz elə bil başqa bir evə köçdük həyat yoldaşımla birlikdə. Onda kontentlər fərqli idi. Biz əyətdə toyuq cücəni də çəkib falan paylaşacaqdıq, amma kontentlər dəyişdi. Mən artıq o videoları yükləmək istəmədim. Amma bütün, yəni 5-6 Temu bağlamam var. Onların hamısını çəkmişəm. Bir-bir hansısa videoların arasına əlavə edəcəm. Nəysə, gördüyünüz kimi səhər-səhər duran kimi sizə video çəkməyə başladım. Bu arada günlük vloglar olacaq. Nə edirəm, işə getməyim və s. evdə işləməyim, güllərə, dekorativ güllərə baxmağım, make-up və s. olacaq və danışıqlarım əlbəttə ki, mən düşünürəm ki, çox insana aydınlada bilərəm bu danışıqlarımdan, bu söhbətlərimdən. Ümid edirəm ki, siz bundan zövq alacaqsınız və izləyici kütləm getdikcə artacaq və mən buna çox yaxşı inanıram. Nəysə, duran kimi kofe düzəltdim, yaxşıca qəhvəmi içdim, acı bir demək olar americano və hal-hazırda da gündəlik planlarımı yazıram. Əslində hər gün yazmıram. İşdə daha çox yazıram. Amma bugün dedim ki, yadımdan çıxmasın və bir tik qoya-qoya düşündüm ki, bu günüm çox produktiv keçib. Burada da özümün düzəltdiyi dırnaqları sizə göstərirəm. Gel lak deyil, özüm sadəcə evdə düzəltdim. Burada da gördüyünüz kimi artıq mən qabları yuyuram. Duruluyuram, belə deyim. Çünki artıq şampunlamışdım. Şampunlayanda əlcəkdən istifadə edirəm, amma yuyanda yox, çünki natəmiz olduğunu düşünürəm. Yeni köçdüyümüz evin mətbəxi, yəni hal-hazırda gördüyünüz mətbəx çox balacadır və biz bir çox əşyamızı yaxşı yerləşdirə bilməmişik. Hətta doğramağa belə yer tapa bilmirəm. Nəsə qoymağa belə yer tapa bilmirəm, amma çox şirin bir mətbəx eləmişəm. İnşallah bir gün mətbəxi də sizə göstərərəm. Bir də mən qabları yuyub burada bir saxlama qabının içinə yığıram. Çünki uvanikin üst hissəsi, yəni qab yığılmalı olan hissə biraz problemlidir və orada su axıb deşiklərdən getmir deyə natəmizlik yaranır. Buna görə də biz ora qab yığmağı dayandırmışıq, ümumiyyətlə yığmırıq. Sonra nə deyəcəkdim? Əlbəttə ki, digər yəni evimizdəki əvvəlki mətbəxi heç elə qoyub çıxmaq istəməzdim. Çünki digər evdə ən çox vaxt ayırmaq istədiyim, pul sərf etdiyim otaq belə deyim mətbəxi idi. Tam Pinterest mətbəxi yaratmışdım. Yaşıl tonlarda 3 qatlı bir mətbəxi idi. Hər şey yerləşdirmişdim. Həqiqətən çox pul xərcləmişdim və valideynlərimdən əsas da mətbəx mebelimin olmağını xahiş eləmişdim. Digər bir stol idi. Bir də o yataq mebeli və yaxud da divan aldırmamışdım. Çünki yəni mənim həyat yoldaşımın bağ evinə köçmüşdük. Valideynlərinin bağ evinə köçmüşdük. Orada da olduğuna görə biz almağı seçmədik. Amma keşkə o mətbəx mebelini almaqdan deyəndə, yəni düzəltdirməkdənsə, keşkə mən o mebelləri alardım. Belə. İnşallah bir gün ora gedəndə şəklini ya da videosunu çəkib burada paylaşaram. Çox gözəl bir mətbəx idi. İllərlə bunu deyəcəm. Amma olsun, inşallah bəti evimizdə həyat yoldaşım söz verib ki, ondan da yaxşı mətbəx düzəltdirəcək. Belə bu mətbəxdən də çox xoşum gəlir. Çünki çox xudmanlı, balacadır. Amma dediyim kimi nəsə doğramağa yer yoxdur. Qurmağa yer yoxdur. O biraz adamın əsəblərini körlür arada, amma salona birləşik olduğuna görə asandır, yəni mətbəxə gedib gəlmək, uzun saat yol getmirsən. Nəysə, hər gün çalışıram buranı yuyum, natəmizlik yenə də yaranmasın. Burada nəsə kameranı düzəldirəm. Bu video 3 gün əvvəl çəkilib, amma dedim ki, sizə demişdim ki, videonun arasına sıxışdıracağım. Bunlar mənim ən çox bəyənərək aldığım standlərdir. Bu arada bu mənim Temu bağlamamdır. Bunlar nədir? Siz bunları düzəldirsiniz, dəmirlərini və dəmir, şurub və taxtalarını göndərirlər. Siz onları düzəldirsiniz. 3 ya da 5 standli, necə dipçəklik, belə necə deyim, rəf də bilmirəm, nəsə adını deyə bilməyəcəm bu dəqiqə. Yəni o dipçəkləri qoymaq üçün bir vasitədir. Verdim.
Gördüyünüz kimi dəmirlərin hamısını papovkalayıblar. 5 dənə taxtası, 6 taxtası var. Biri ümumiyyətlə ən böyüyü, onun üzərinə əlavə olunur. Taxtalar, bunlar da dəmirlərdir, keyfiyyətli dəmirlərdir. Mən niyə görə bunu aldım? Çünki mən Temudan bir dəfə bundan almışdım. 3 dipçəkli idi. Sonradan qərar verdim ki, niyə görə də bütün dipçəklərim üçün, bütün yox, əslində biraz orta ölçüdə olan dipçəklərim üçün almayım. Bundan 2 ədəd almışam və birini 41 manat 24 qəpiyə və birini də 39 manat 92 qəpiyə almışam. Gördüyünüz kimi baxın şurupları var və şurupları taxtaları, dəmirləri keçirtmək üçün belə bir açar. Belə bir, bilmirəm necə deyim. Bu arada mən ingilis dilindən istifadə eləyə bilərəm. Çünki mən ingilis dili müəllimiyəm. Əsasən bütün günüm deyəndə yarı günüm ingilis dilində danışmaqla keçir işimdə. Ona görə də ingilis dilindən istifadə eləyə bilərəm. Bunu loğalıq üçün demirəm. Sadəcə öyrəşmişəm, yəni gündəlik həyatım mənim şəxsi həyatıma da təsir edir. Aha, bu da gördüyünüz kimi geldir dırnaq üçün. Bunu neçə almışam? Qoy sizə deyim. 5 manat 89 qəpiyə almışam. Bunlar da bir dəfə mən dırnaq düzəltmişdim, amma base coat və yaxud da top coat, yəni dırnağı düzəldəndən sonra, jeli vurandan sonra, qurudandan sonra üstünə vuracağım bir top coat yox idi və məncə ona görə pis almışdı. Ona görə onları da aldım və onları da 4 manat 77 qəpiyə almışam. Bu da mənim ən çox sevdiyim musiqi qutusu. Gəlin qulaq asaq. The Godfather'ın musiqisidir. Məncə bunu çoxu tanıyır. The Godfather'ın, Qaç atasının soundtrackidir. Çox bəyənirdim. Bu musiqi qutusundan bir ədəd almışam əvvəl. Bəyəndim deyə yenidən almaq istədim. Və o musiqi qutusunun qiyməti bir dəqiqə qoy sizə tapım. Tapa bilmədim. Səhv etmirəmsə o musiqi qutusunun qiyməti 5 manat 65 qəpik idi. Sonra gördüyünüz kimi bu da ayaqqabı rəfidir. Dəmirlərdir və plastik olan onları keçirtmək üçün, bir-birinə keçirtmək üçün əlavə vasitələr, amma plastikdəndir. Bu da ətrafına hər bir qata keçirilən belə plastik ya da ki, nə bilim, nəsə materialdır da, polyester olan vasitədir. Deməli, Temu mənə bunu çox yaxşı endirimlə vermişdi. 24 manatdan 8 manat 66 qəpiyə vermişdi və mən də əlbəttə ki, qəbul etmişdim. 2 gün keçərli idi və mən də tez bazar almaq istədim. İnanın mənə 7 qatlıdır və biz ora 21 ayaqqabı yerləşdirdik. Hər qata 3 ayaqqabı. Düzdür, yenə də ayaqqabılarımız kənarda qaldı, bir 10-15 ədəd, amma olsun. Çox yaxşıdır və çox bəyənilir, çox səliqəli alındı. Yəni 8 manat 66 qəpik ala biləcəyiniz ən yaxşı rəfdir. Bu arada Temudan nə almışamsa bu günə qədər 99% hamısını bəyənmişəm. Bu da gördüyünüz asılqandır. Qapının üstünə keçirdirsiniz yer azaltmaq üçün. Biz bura kurtkalar, yəni sabah da geyinəcəyimiz paltarlarımızı, əsas da kurtkalarımızı filan asırıq. Çox rahatdır, çox yaxşıdır. Gəlin sizə onun qiymətini deyim. Asılqanın qiyməti asılqan 5 manat 25 qəpik idi.
Bu yubkanı çox bəyəndim. Ağ bir yubka istəyirdim, ətək istəyirdim və bunu aldım. Bunun da qiyməti 14,89 qəpik idi. İnanın mənə içində astarı da var. Bu videoda yaxşı görünmür. Bir gündən sizə üzərimdə videosunu çəkib ya da şəklini çəkib hər hansı bir videoya əlavə eləyərəm. Hətta ki, hansısa vloqlarda görəcəksiniz. Çünki son vaxtlar bunu çox bəyənirəm və başqa rənglərində alacağam. Yəni 15 manat ala biləcəyiniz ən yaxşı ətək ola bilər. Bu mənim çoxdan da almaq istədiyim bir musiqi alətidir. Azərbaycanda çox baha satırdılar və mən də bunu universitetdə oxuyandan bəri, yəni 5-6 il nədir? Daha çox birinci, ikinci kursda almaq istəyirdim. Hal-hazırda mənim 27 yaşım var, 27 olacaq. Təsəvvür edin, siz mən bunu bir 8 il, 9 ildə istəyirəm də. Belə üstündə stekerlər var və hər bir not mu deyim, hər bir batının öz adı var və onu sazlamaq üçün də belə dəmir kimi çəkic göndəriblər. Necə bilmirəm, necə adlandırım. Ən yaxşı rəngi bu idi, bunu seçdim. Bunu neçəyə almışam? Bu kalimbanı almışam mən 18 manat 76 qəpiyə. Çox yaxşıdır. Düzdür, burada səsini yapmamışam, göstərməmişəm, amma gəlim göstərim. Nəysə, sonra göstərərəm, çünki pis alınıb. Videonu sürətləndirmişəm deyə əlavə nələrsə etməliyəm, ona görə də video körlana bilər. Nəysə. Bu da çox yaxşıdır. Əsəblərimi həqiqətən sakitləşdirir. Arada dururam özüm üçün nələrsə yaratmağa çalışıram. Bu arada YouTube-da da çoxlu öyrədici videolar var. Necə, hansı musiqini necə çalmaq lazımdır, necə çox yaxşıdır. Siz başa düşdünüz mən nə demək istəyirəm. Sonra nə deyirdim? Aha, gələk növbəti sifarişimə. Bu arada dediyim kimi bu sifarişlər mənim ən axırıncı Temu bağlamamındır. Mən bu Temu bağlamasını bir həftə olar ki, sifariş eləmişdim. Bundan əvvəl sizə çəkdiyim 4 ya da 5 dənə Temu bağlaması da var. Onlar daha çoxdur. Yəni Temudan bir aydır ki, bəlkə bir aydır ki, mən məhsullar alıram və ümumilikdə 500 neçə manat pul xərcləmişəm Temuya. Peşmanmıyam? Xeyr, nə almışam, sadəcə bəyənmişəm, öz pulumdur. Xoşlanmışam və özümə yaralı şeylər almışam. Bu arada ən çox sevdiyim məhsullardan biri Tetris. Mən uşaqlıqdan bəri çox sevirəm. Ara Tetris istifadə eləməyi xoşlayıram. Ona görə də Temudan belə bir Tetris aldım və qiyməti 5 manat 73 qəpiyə idi. Amma mənə endirimlə verdi. Bilmirəm da desən qiyməti çox aşağı düşdü. Nəsə indi həyat yoldaşımla arada Tetris oynayırıq. Bu gördüyünüz də əlcə idi. Bitkilər üçün almışam. İndi göstərəcəm bitkilərin üzərində. Mən həmişə hər hansı bir parça ilə silirdim bitkilərin yarpaqlarını, tozlanır çünki necə ev tozlanırsa bitkilərin yarpaqları da elə tozlanır. Hal-hazırda drasenamın üstündə yoxlayıram, görə bilərsiniz. Yəni orada sadəcə yoxlayırdım. Birincisi sulamaq lazımdır. Necə silmək, nə ilə silmək istəyirsinizsə ona batırıb silmək lazımdır. Çox asandır istifadəsi. Normal əlcəkdir də, yəni normal əlcəkdə götürüb istifadə eləsəm belə anladım, amma nə bilim istədim adı olsun ki, bitkiləri silmək üçün əlcək. Bu əlcəyi neçəyə almışam? 2 manat 15 qəpiyə almışam. Hal-hazırda gördüyünüz məhsul isə bıçaq itiləyəndir. O bıçaq itiləyəni də mən almışam 3 manat 93 qəpiyə. Qəpikləri deyirəm, yəni sonradan problem çıxmasın, hamısı aydın şəkildə deyilsin. Hələ ki sınamamışıq, amma məncə yaxşıdır, çünki yaxşı rəyləri var idi. Bu arada Temuda çalışın, bütün rəyləri oxuyun. Çünki bir əşya, bir məhsul bir neçə mağaza tərəfindən satıla bilər və bəzən eyni məhsul olsalar da bəzən keyfiyyətlərində fərqlər olur. Yəni almışam, sınamışam, ona görə də belə deyim. Bu da bayaq sizə göstərdiyim bu dipçə atlıqlarıdır. Bu da 5 dənəli idi. Birini aldım. Dedim ki, ikincisini niyə görə almayım? Onun dedim ki, birini 41 manat 24 qəpiyə, birini də almışdım 39 manat 92 qəpiyə. Amma belə deyim də, mən ikinci aldıqlarım bu bayaqdan da əlcəkdir, bu bitki stəndidir, kalimbadır. Kalimba yox, kalimba da ona daxildir. Mən onları çox ucuz qiymətə almışdım. Düzün desəm, hamısı birlikdə çox yığılmışdı. 41. Deməli, bir aydır ki, mən maşını yumurdum. Bugün qərar verdik ki, yuduzduraq. İndi yuduzdurmuşuq, hər şey hazırdır və Temudan da bir ay əvvəl maşın üçün məhsullar almışdım. Lazımlı istifadəyə
yararlı məhsullar idi. Təsəvvür edin, bir ayda onları istifadə eləmirdim. Nə də ki, maşına falan qoymurdum. Bu günlər qərar verdik ki, maşın təmizliyi niyə görə də olmasın. Birinci bu siləcəkləri. Siləcəklər Nissanın özünündür. Yəni maşın alınanda üstündə idi. Təzə alınıb qoyulmayıb, dəmir olanda, amma mən Temudan plastik versiyalarını aldım, amma əvvəlki də özününkilərdə köhnə olanlar yaxşı silmirdilər, həm də səs çıxardırdılar. Bu gördüyünüz altlıqları da aldım, Stitch'in çox maraqlıdır. Qiymətlərini sonradan sizə Temu bağlamalarında göstərəcəm, deyəcəm açılımında. Bunu da Temudan almışdım hansısa bağlamamda. Bu da çox yaxşıdır. Artıq telefonumu maşında və yaxud da başqa şeyləri maşında enerjiyə qoya bilirəm. Sonra burada belə dərman kimi bir şampun var maşın üçün. Maşının siləcəklərinin suyunu əlavə eləyirsiniz və daha yaxşı pəncərələri, pəncərə deyəndə daha yaxşı silir. Ləkə, iz falan qalmır. Bu da telefon tutacağıdır maşın üçün. Məndə bir ədəd var idi, daha bahaydı. Azərbaycandan almışdım. Amma bir köpüklük deyildi, çünki onu tutmağa yerim yox idi. Kondisionerinin bu göstərdiyim xətlərinə, bilmirəm də onu nəsə deyirlər. Oraları taxırdım və o da dəqiq başa düşürdüm. Neçə dəfə olub ki, telefon konkret olaraq çox pis şəkildə yerə düşüb. Ona görə onu aldım və çox da pis deyil. Bunlar da bilirsiniz nə üçündür? Yağış yağanda falan güzgü ya da ki pəncərələr çox su olur və heç nə görmək mümkün deyil də. Təsəvvür edin, yağış yağa. O da pisdir, ona görə də mən də bunun qarşısını almaq üçün belə örtücülər aldım. Bu örtücülərin sayəsində yağış yağanda ora su qalmır. Tez bazar tökülür gedir. Bu da yaxşı bir şeydir. Bu arada mən Nissan, mənim avtomobilim Nissan March-dır. Onlara uyğun Temuda nələrsə tapmışdım. Bu da 5 dənəlik parçadır silmək üçün. Həmişə qəribə mamam nəsə kəsid verirdi mən əskilər. O da yaxşı təmizlənmirdi. Mən də dedim ki, elə birini buradan almaqdansa gedim 5-ini alım. Yaxşı uyğun qiymət almışdım. Burada da göstərirəm siləcəyin suyuna necə dərmanı atıram. İndi biraz gözləyəcəm sonra. Amma bunu əlavə eləmədim. Çünki hələ də siləcəklərdə yeməyə bişirdim 2 ədəd püre və kotlet. Düzdür çəkmədim, amma çünki video çox uzun olacaqdı və dedim üzümü də sizə göstərim. Bu da mən Cəlalə.